Bəli, kimsə kənardan deyə bilər ki, o məclisdə xavariclər yığışır. Ola bilər. O, onun öz fikridir. Adam öz nəfsinin istəyinə görə bunu deyir. Sonra ona sual verirsən ki, əsas varmı, dəlil varmı? Allah sizi qorusun, Allah yolumuza bərəkət olsun. Bir də nəsiyyət babından. Bəzi qardaşlar var ki, dərsdə gəlirlər, amma sizin namaz qıldığınız məsələ gəlib namaz qılır. Bu bizi çox narahat edir. Bir söz deyə bilərsiniz. Əvvəla, dərsdə iştirak etmək hər kəsin haqqıdır. Bu dərsdə istənilən əqidədə olan insan oturub bu dərsi dinləyə bilər. Bu dərsdə iştirak edən qardaşlar ki, məscidi tərk edir, məscidə gəlmir. Yəqin ki, onların da özlərinə məxsus hansısa dəlilləri var. O yüzdən gəlmir. Dua məsələsini ilişdilər. Dua məsələsini qaldırırlar. Bu nə deyə, dua eləyirsiniz, belə olmaz. Hansı ki, xavariclər gecə-gündüz əl üstünə, üsulla müxalifə ona susurlar. Onlar deyirlər, yollar yaxşıdır. Olan da dəlilləri ola bilər. Biri deyir, sual verirlər ki, bəs məscidə gəlmirlər də, sənə dərsvə gəliblər. Bu necə ola bilər? Sual yaxşı sualdır. Deyir, ola bilsin, onların da dəlilləri var da. Ama necə yəni dəlilləri var ha? Sən elm tələbəsisən. Sən elm tələbəsisən. Və sən gök olan dəlillərini bilmirsən. O dəlildir, sən olağa sahibsən. O dəlildir. Dəlil olsaydı biz də gedməzdik. Məscid-i Dirar. Yazar, Məscid-i Dirar. Bir dənə məscid kimi tanınıb tarixdə. O da ne üçün? Məqsəd, qəsd. Qəsd. O məscidi müsəlmanlar bölmək üçün idi. Sən bu məscidi hansı başqa məscidə deyə bilərsən? Deyəməzsən. Çünki qəsdi Allah bilir. Qəlbləri Allah bilir. Ona görə sən da tutaq ki, hansı məscidə Məscid-i Dirar desən, sən özün küfür edirsən. Necə? İndi qulaq sən necə? Necə mən küfür edirəm? Çünki sən girdin olan qəlbinə, qəlblərindən xəbər verdin. Bu da qeybdir. Sən qeybdən xəbər verdin. Bu da küfürdür. Qeybdən xəbər vermək küfürdür. Ona görə baxıcılar var, biz tənqid eləyirik. Təkfir eləyə bilərik, hüccət çatandan sonra və s. Və lakin deyirik, küfürdə qeybdən xəbər verirlər. Baxıcılar. Sən də onlar kim oldun? Baxıcı. Təyin elədin və dedin ki, filan məscid-i Dirardır. Və sənin qaydalarına görə sən kafirsən. Sən qaydalarına görə ya. Amma biz bir dənə tarixdə Məscid-i Dirar şey görmüşük. Mədinədə o da Peyğəmbər sallallahu əleyhi və səlləm ki, sökün olanı Cəbrail gəlib xəbər verdi. Sənə Cəbrail gəlib. Qəlbə əməllərə biz girmirik. Qəlbə əməllərə ona görə Usama radiyallahu anhu. Usama radiyallahu anhu. Döyüşdə kaldırdı kılıncı. O dedi ki, La ilahe illallah. Vurdu ya. Aydın məsələdir. Qarinələrə fikir versin, dəlillərə, əsaslara. Necə yəni, döyüş meydanıdır. Sən məni öldürəcəkdin. Özü də elə məqamda dedin ki, artıq görürsən ki, ölürsən elə məqamda. Belə görürsən ki, zahirən, görürsən ki, bu səmimi deyil. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem tənqid elədi Usamanı. Səhv saydı. Usama peşman oldu. Usama peşman oldu hərəkətinə görə. Deyəndə ki, ixlasla deməyib. Peyğəmbər sallallahu aleyhi ve sellem nə dedi? Dedi, qəlbinə girib baxdın. Allahu Ekber. Ona görə kim hansı məscidə Dirar deyəndə ki, o məqsədlə tikilməyib, ona deyəcək bu sözü. Peyğəmbər sallallahu aleyhi ve sellem qəlbinə girib baxdın. Deyir ki, ola bilsin, olan dəlilləri var. Olan dəlil deyil olardı. Sən bilmirsən olan dəlillərini indiyəcən. Əksinə, haqq yolu göstərməyə və s. 50 başlı cavab verməkdir.
50 baş. Yəni kim ki qulaq asıb başa çatmayıb, bu nə danışır? Bu nə demək istədi ümumiyyətlə? Aydın danış da. Yoxsa kimsə səndən inciyəcək. Özü də orada burada qalxma, cihad vardı, nə işləmirsə, qalxmayın. Özünü göstərir ki, bu igiddir. Biz isə qorxaqıq, ona görə cihad var dedik. Cihad yoxdur. Allahu Ekber, hər təqdim olunur. Ətrafı da xavariclər. Hakimi təkfir eləyənlər, böyük günah sahibini təkfir eləyənlər, Əhl-i Sünnə vəl Cəmaənin alimlərini ircalıqda, heyzdə və s. savunluqda ittiham eləyənlər. Ona görə qardaşlar oyaq olmalılar. Bu nədir? Və nə qədər də qardaş, bəzi qardaşlar deyirlər, o nə danışır, əla deyə. Bizə necə danışdı, dəhşət danışdı. Ağladım. Allahu Ekber. Allah müstəhan. Ona görə, yəni bu mövzuda bəziləri hətta, yəni belə şeylər danışırlar. Deyirlər, təbii ki, işləyir, hakimiyyət məsələlərini danışanda. Eşləndə ki, çıxma olmaz belə. İşləyir, sabun, nə bilim, nə deyirlər? Cip, nə deyirlər? Yap. Sonra nə deyirlər? Yəni, cübrə şeylər danışırlar. Elhamdülillah, nə deyirlər? Hamısı olan sözlər zibilxanaya. Kimdə xoşu gəlməyir, elhamdülillah, mənim işləyirəm, biz paytaxtımızda, elhamdülillah, Xəzər dənizi var. İçəyə get, səhər axşamacan içkin oradan. Əhl-i Sünnə, biz əqidəmizi bəyan edirik. Və nə üçün bu məsələyə də toxunuruq? Bu məsələ problemdir. Bu məsələdə yaxın ölkələrdə görünə düşdülər. Hamısı bu məsələyə görə. Nə qədər cavan öldü, buradan da getdilər, öldülər. Heç nə. Kör-köranı şuallara görə. Hansı ki o qalıb ailəsində övladlarını tərbiyə eləsəydi, cəmiyyətə sağlam fikirli, müsəlman çıxarsaydı, öz əqrəbəsini, qohumlarını, kiminsə 5 dəfə, 10 nəfəri şirkdən uzaqlaşdırsaydı, namaza dəvət eləsəydi, o dinə və cəmiyyətə və müsəlmanlara, İslama daha yardım olardı. Allah müstəhan. Gör, insanların ağılları necə şeylərə gedir, necə fikirlərə, necə zəlalətlərə.